Eşidirsiniz məni? Mikrofonu yaxın saxlayın, zəhmət olmasa. Bəli, eşidirəm. İndi bizlə danışan sizsiniz, yoxsa? Xeyr, Bəs kimdir? Nailə xanım deyil, mənəm danışan. Olar hərəkətsiz dayanasınız. Xeyr. Bir balaca sakitləşin. Aydındır, tam özünü göstərməyin. Mənə danışın. Çox verməyin. Sevinç xanım. Biraz özünüzə gəlin, xahiş eləyirəm. Sakitləşdinizmi? Çox sağ olun. İstəyirsiniz mikrofonu tutsunlar sizin üçün, danışın. Olar? Heç zəhmət olmasa mikrofonu saxlayın. Siz hərəkətli olduqca biz sizlə danışa bilmirik. Xahiş eləyirəm. Çalışın ki, hərəkətsiz olasınız. Buyurun. Nə baş verir? Nə olubdur? Niyə Nailə xanım bu vəziyyətdədir? 6 ildir bu xanıma işgəncə verirlər. Kim verir işgəncəni? Kafirlər. 6 ildir bu xanım çəkdiyi işgəncəni gizlədirdi. Heç kimə danışmırdı. Necə başladı? Niyə məhz bu xanımı seçdilər? Bu xanımı seçmişik biz. Bu xanım bizə tabe olmalıdır. Bütün həkimlər söylədi ki, bunun psixoloji durumu pozulub. Ancaq bunun psixoloji durumunda heç bir şey yoxdur. Montində 3 ilə yaxın bu müalicə olundu. Ancaq həkimlər söylədi ki, bizlik deyil, bu cindir.